Rusiya prezidenti Vladimir Putin və Trampın xüsusi nümayəndəsi Steven Witkoff arasında aparılan danışıqlar nəhayət yekunlaşdı. Danışıqlar nə az nə çox düz 5 saat davam elədi və elə danışıqların müddətindən görünür ki, kifayət qədər faydalı və məhsuldar olub. Elə məhsuldar olmasına dair məlumatı Putin köməkçisi, daha doğrusu Rusiyanın birbaşa investisiya fondunun baş direktoru Kirill Dmitriyev də X hesabında bildirib. Putinin köməkçisi Yuri Ushakov da məsələyə münasibət bildirib və o da qeyd edib ki, danışıqlar kifayət qədər səmərəli, məhsuldar olub. Mən qeyd eləmək istəyirəm ki, görüşdə Rusiya tərəfdən Rusiya prezidenti Vladimir Putin, Rusiyanın birbaşa investisiya fondunun baş direktoru Kirill Dmitriyev, Putinin köməkçisi Yuri Ushakov iştirak ediblər. Birləşmiş Ştatları isə Donald Trampın rəsmi nümayəndəsi Steve Witkoff, eyni zamanda Trampın kürəkəni Jared Kushner iştirak edib. Qeyd etdim, 5 saat davam edib danışıqlar və əsas məsələ bilirsiniz ki, Ukraynada müharibənin dayandırılması, sülh istiqamətində aparılan danışıqlar olacağı gözlənilirdi. Belə də oldu sözsüz ki, və danışıqların bəzi detalları məlum olub. Yuri Ushakovun açıqlamasına görə Ushakov qeyd edib ki, Ukraynada sülh planının bir neçə variantı müzakirə olunub danışıqlar əsasında. Buna baxmayaraq, Ushakovun məlumatına görə hələlik kompromis planı yoxdur. Tərəflər arasında və Rusiya tərəfini bəzi müddəalar qane eləyir, bəzi yox. Amerika tərəfinin təqdim elədiyi plan üzrə bəzi təklifləri Moskva qəbul eləyir, bəziləri məqbul sayılmır. Buna baxmayaraq, söhbət çox faydalı, konstruktiv və çox məzmunlu olub deyib deməli Rusiya prezidentinin köməkçisi. Eyni zamanda qeyd eləmək lazımdır ki, tərəflər bundan sonraki dönəmdə də məhz Ukraynada müharibənin dayandırılması istiqamətində danışıqları aktiv şəkildə davam etdiriləcəyinə əminliyini ifadə ediblər və qeyd olunub ki, bundan sonra da proses davam eləyəcək və təmaslar əsasən Rusiya və ABŞ arasında bu ölkələrin nümayəndələri və köməkçilər səviyyəsində davam etdiriləcək. Marco Rubio da açıqlama verib, ABŞ dövlət katibi ötən gün və Ukrayna danışıqlarında mübahisə doğuran əsas müddəanı açıqlayıb. Onun sözlərinə görə hazırda sülhün əldə olunmaması, atəşkəsin əldə olunmamasının əsas səbəbi ərazi məsələsidir və Rubio'nun açıqlamasına görə müharibəyə son qoymaq üçün aparılan danışıqlarda mübahisə doğuran müddəa Ukraynanın Donetsk vilayətinin Kiyevin nəzarətində olan 20% ərazisidir. Hələ də bilirsiniz, Donetsk vilayətinin bir hissəsində məhz 20% ərazisinə deməli həmin ərazi Kiyevin nəzarətindədir. Rusiya tərəfi istəyir ki, Kiyev bu ərazidən çıxsın və Rusiyanın əlinə keçsin həmin ərazi, amma Kiyev buna qəti şəkildə qarşı çıxır. Rusiyanın bu istəyini təbii ki, başa düşmək olar bir tərəfdən, çünki strateji ərazilərdir, eyni zamanda zəngin minerallara sahibdir həmin ərazilər. Amma necə başa düşmək olar? Yəni, həmin ərazi başqa bir ölkəyə də aiddir. Yox, mən Rusiya tərəfdən məsələyə yanaşmanı, bəli, çünki burada hər iki tərəfin yanaşması var, bəli, hərənin öz doğruları var. Ukraynanın təbii ki, öz ərazisidir, suveren ərazisidir, beynəlxalq ictimaiyyət, beynəlxalq hüquqla deməli tənzimlənən, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan Ukraynanın suveren ərazisi təbii ki, öz yerində, amma məsələ ondan ibarətdir ki, Rusiyanın da öz istəkləri var bu müharibədə. Rusiyanın ideyası, bəli, ideyası həmin əraziləri ələ keçirməkdir. Bəli, təbii ki, bir sıra onlardan deməli əsas məsələlərdən biri Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsidir, amma ABŞ dövlət katibinin açıqlamasına görə indiki məqamda əsas mübahisə doğuran məsələ məhz bu ərazi məsələsidir və söhbət 30-50 kilometrlik bir ərazidən gedir, yəni Donetsk vilayətinin 20%-dən. Eyni zamanda Axios portalının məlumatına görə Steve Witkoff, Donald Trump'ın köməkçisi, Putinlə aparılan danışıqlardan sonra Avropada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə bilər. Yaxın günlərdə bilirsiniz, ötən gün Vladimir Zelenski İrlandiyada olub və İrlandiya rəsmiləri ilə görüşlər keçirib və bu istiqamətdə Rusiya lideri ilə danışıqlardan sonra Ukrayna lideri ilə görüşüb və növbəti mərhələni danışa bilərlər tərəflər. Mən eyni zamanda qeyd eləmək istəyirəm ki, Vladimir Zelenski bildirib ki, Ukrayna ABŞ-la davam edən yüksək səviyyədə görüşməyə hazırdır və
Hətta bir məlumat da almışdım, belə oxumuşdum məlumatları ki, Ukrayna hətta hazırdır ki, Amerika Birləşmiş Ştatlarla görüşsün. Görünür ki, hansısa bir tərəfdən Amerika Birləşmiş Ştatları bu həmin o qeyd olunan o problemli məsələni, problemli punktu aradan qaldırmağa hazır olduğuna görə Ukraynanın bir növ könlünü ələ ala bilib. Ona görə də Zelenski qeyd eləmişdi ki, bəli, Amerika Birləşmiş Ştatları ilə görüşməyə və müharibəni sonlamağa hazır olduğunu... Hətta daha istəklidir, daha çox istəyir ki, bu görüş baş tutsun Zelenski və təkid edir hətta ki, bu görüş olmalıdır. Yəqin ki, zaman göstərəcək ki, bu görüş, Trumpla görüş olacaq, yoxsa olmayacaq? Bəli, məhz yüksək səviyyədə görüşmək istəyir Vladimir Zelenski və qeyd edib ki, müəyyən siqnallar almalıdırlar. Onlar deməli bu görüşdən sonra və məhz bu siqnallardan sonra artıq növbəti mərhələyə qədəm qoyacaqlar onlar. Ümumiyyətlə, bu müharibə necə olacaq, nə ilə sonlanacaq? Buna biraz yəqin ki, hələ biraz da zaman tələb olunacaq, vaxt aparacaq. Artıq bir neçə ildir davam eləyir və sülhü hamı gözləyir, bütün dünya gözləyir. Çünki istənilən halda dünyada sülh olması yəqin ki, hamının arzusudur, istəyidir. Görək, nə gözləyir bizi? Mən Avropadan danışacağım, amma Birləşmiş Ştatlarda qeyd eləmək istəyirəm ki, Donald Trumpın səlahiyyət müddəti başa çatmamış, artıq növbəti prezident kim olacaq bu istiqamətdə müzakirələr gedir və maraqlı məsələdir ki, Elon Musk J.D. Vance'in növbəti prezident olacağına inanır. O da deyibsə, yəqin ki, olacaq. Elon Musk bilirsiniz ki, Trumpın seçilməsində də kifayət qədər yaxşı aktiv iştirak eləmişdi. Düzdür, sonradan tənqid olundu, amma yenə də aktiv kifayət qədər iştirak eləyib. Bəli, Politico nəşri bundan bağlı məlumat yayıb və qeyd edib ki, Musk ümumiyyətlə bu illər, aylar ərzində Vance-la çox yaxşı münasibətlər qurub və ola bilsin ki, Vance, yəni Musk'ın nəzərindən yaxın müddətdə, daha doğrusu 2028-ci ildə növbəti prezident seçkilərində Vance qalib gəlsin prezident seçkilərində. Musk Trumpla da yaxşı idi münasibətlər. Demək ki, Amerika Birləşmiş Ştatlarında prezidentliyə gedən yol Elon Musk'la dostluqdan keçir. Ola bilər hətta. Nəticəyə gəldiyə. Məndənsə bu dəfəlik bu qədər. Təşəkkür edirik. Çox sağ ol, Süleyman. Ətraflı məlumatları tamaşaçılarımıza çatdıracağıq. Çox sağ ol, təşəkkür edirik. Hörmətli izləyicilər, regionda və dünyada baş verən prosesləri izləmək üçün xəbərin zamanını izləməyi unutmayın. Sağ olun, salamat qalın.